Xanım Fatimə Zəhra mühəddisdir, yəni hədis nəql edəndir. Amma sual buradadır ki, niyə görə xanımdan nəql olunan hədislərin sayı bu qədər azdır? Bu sualın cavabını biz tarixə deyirik. Bəzən deyirlər ki, xanımın ömrü az olduğu üçün ondan az hədis nəql olunmuşdur. Amma əhl-i-sünnə hədis mənbələrinə baxanda görürük ki, ümumən Əli əleyhissalamdan da hədis azdır. Əli əleyhissalam ki, həm Peyğəmbəri görmüş və həm də Peyğəmbərdən sonra illərlə yaşamışdı. Bu nəticəni almaq olar ki, ümumən bu ailəyə baxış əhl-i-sünnə mənbələrində olduqca məhduddur. Buna görə də biz Buxari kimi hədis mənbəsində baxanda görürük ki, nəinki xanım Fatimədən, bəlkə Həzrəti Əlidən, İmam Sadiqdən, digər imamlar ki, bu qədər hədis nəql etmişlər, olduqca az və məzmunu onların yaşayışına yaraşmayan hədislər nəql etmişlər. Amma bunun digər bir səbəbi də bundan ibarətdir ki, xanımın nəql etdiyi hədislər müəyyən bir məsələləri ehtiva etdiyi üçün, kimlərinsə xoşuna gəlmədiyi üçün bunu nəql etməmişlər. Bu məsələni Hakim Nişaburi geniş formada öz kitabında açıqlayır.